Office proqramlarında işləyərkən biz hər hansı bir seçilmiş hissəni kopyalayırıq və ya kəsirik. Sonra Ctrl-V düyməsindən istifadə edərək hər hansı bir yerə yapışdırırıq. Ctrl-C elədik. Buraya yapışdırmaqdan ötürü biz Ctrl-V düyməsini vururuq. Hər dəfə yenə bu hissəni kopyalamaq istəyirsək Ctrl-C, kursuru yerləşdirdik. Kursurun yerləşdiyi yerdə Ctrl-V-ni vurduq və yapışdırdık. Amma buna daha ehtiyac qalmır. Əgər biz çox bu əməliyyatların bir fayda testdə istifadə edəcəksək, onda Ctrl-V yox, Windows-V əmrini vururuq. Bu hala görürsünüzmü? Kopyaladığımız bütün hissələr burada öz əksini tapır. Hansı hissə istəyirik üstünə vurandan sonra həmin hissə kursorun yerləşdiyi yerdə mətnə yapışacaq. Bir daha göstəreyim. Baxın. Windows V düyməsi. Seçilmiş hissəni kəsir, Ctrl-C seçilmiş hissəni kopyalayır, Ctrl-V isə kursorun yerləşdiyi yerdə mətnə yapışdırır. Windows V düyməsi isə bizim kəsdiyimiz və kopyaladığımız hissə fraqmentləri bir-bir yaddaşında saxlayır və istədiyimiz zaman biz bunu hər hansı kursorun yerləşdiyi, hər hansı birindən istifadə etsək, kursorun yerləşdiyi yerdə o mətnə yapışdırılacaq.